Salam dəyərli abituriyentlər, xoş gördük sizləri. Deməli, bu gün 12 oktyabr güvənin informatikadan keçdiyi, daha doğrusu güvənin keçdiyi sınaqdan informatika suallarının izahına baxacağıq. Əla, bəlkə çox böyütməyəcəm, belə bu qədər bəsdir. Bu qədər bəs. Deməli, 61-ci sualımızda bizdən nə istəyir? İnformasiya xassəsi deyil. İnformasiya xassələri obyektivliyi verib, aktuallığı verib, etibarlılığı verib, adekvatlığı verib. Adekvatlığı burada verməsəydi daha yaxşı olardı. Kütləvilik deməli alqoritmin xassəsidir. Cavab bura. Cavabımız C variantıdır, amma digərlərinə də baxaq. Obyektivlik, aktuallıq, etibarlılıq, tamlıq, bir də hansı qaldı? Anlaşıqlıq. Anlaşılan olması. Bu 5 dənəsini bilsəz sizə bəs edir. Bu 5 dənəsi. Yəni mən sizə dimin materialına uyğun olaraq deyirəm də. Adekvatlıq var ya, amma yəni dimin vəsaitində öz kitabında yoxdur. Ona görə demək istəyirəm, yəni sırf abituriyent uyğun olaraq. 62. 1024 megabayt neçə kilobitdir? 1024 210-dur. Megabaytdan kilobit istəyir. Megadan kiloya keçərsiniz, baytdan isə bitə keçərsiniz. Megadan kiloya keçəndə vurursunuz 2 üstündə 10-a, baytdan bitə keçəndə vurursunuz 2 üstündə 3-ə. Bu da sizə neçə verir? 2 üstündə 23. Cavabınız nə edir? B variantı. Bitə gedib, megabaytdan bitə gedib, oradan da təzədən bitdən kilobitə də gələ bilərsiniz. Fərqi yoxdur. Sadəcə olaraq uzatmağa ehtiyac yoxdur. 63. Aşağıdakı cümlədə informasiya prosesini müəyyən edin. İqbal mətni ingilis dilindən Azərbaycan dilinə tərcümə etdi. Təbii ki, olacaqını emal. Yəni əlində müəyyən bir informasiya var ingilis dilində, onu Azərbaycan dilinə çevirəcək. İnformasiyanın özü qalıbdır, amma başqa bir formaya keçib, belə deyək. 64 RGB standartında hazırlanmış qrafik failin həcmi 3 megabaytdır. Fail hansı ölçüdə ola bilər? Ölçünü bilmirəm. X vurulubdur, yəni 3 bayta. RGB-də bilirsiniz ki, bir pikselimiz bizdə 3 baytdır və yaxud da 24 bitdir. 3 bayta bərabər eyibdir 3 megabayta. Buradan X bərabərdir 3 megabayt bölünsün 3-ə. Bu megabaytı da çevirək bayta da, çünki biz bunu baytla yazdıq. Vurmalıyıq neçə? 2 üstündə 20-yə. 3-lər gedəcək, sizə buradan qalacaq 2 üstündə 20. İndi variantlardakılardan hansının cavabı sizə 2 üstü 20 verirsə onu götürürsünüz də. Bu da baxan kimi D variantı görsənər ki, 2 üstü 10 vurulsun 2 üstü 10 sizə 2 üstü 20 vermiş olur. 65. 300 müxtəlif simvoldan ibarət mətn faili mümkün ən kiçik əlifbada hazırlandı. Failin yaddaşda tutduğu həcmi tapın. 300 müxtəlif simvol özü beləsinə deyildi. 300 simvoldur, vurulsun. Mümkün ən kiçik əlifba deməkdir ki, yəni ki, 300 əlimdə müxtəlif simvolum varsa, bunu kodlaşdırmaq üçün mənə neçə bit lazımdır təbii ki. Belə deyək də, salırdıq ikin qüvvətlər arasına. 256 buradadır, yəni 208. 512 buradadır, yəni 2 üstündə 9. Təbii ki, 8 bit bizə bəs eləməyəcək, bizə 9 bit lazımdır. 300 müxtəlif simvolu kodlaşdırmaq üçün. Bunu da vurursunuz 9-a, eləyəcək sizdə neçə? 2700 bit. A variantı. Altılıq say sistemində ən böyük 2 rəqəmli ədədlər. Üçlük say sisteminin ən kiçik 2 rəqəmli ədədinin cəmi onluq say sistemində neçədir? Altılıq say sisteminin ən böyük 2 rəqəmli ədədi 5 5-dir. Üçlük say sisteminin ən kiçik 2 rəqəmli ədədi 1 0-dır. Bunu çevirirsiniz onluq say sisteminin hər ikisini bərabərdir. 5 vurulsun 6 üstü 1, 30. Üstünə də gəlin yazaq da 5 vurulsun 6 üstü 1 plus 5 vurulsun 6 üstü 0. 30, bu da 5, 35 bu elədir. Burada da yenə 0, 1 eyni qaydada nömrələyirsiniz. 1 vurulsun 3 üstü 1, 3. Plus 0-da nəyə vurursunuz? 10 0 edəcək 0. Bu da bərabər sizə neçə verir? 3. Bunu da toplayanda bizə neçə verəcək? 38. 67. 1024 kilobayt plus 2048 kilobit plus 0.5 megabayt çıxılsın 2 megabit. İfadəsinin cavabı neçə kilobaytdır? 1024 kilobaytda qalsın. Bunu da keçirdək kilobayta. Kilobitdən kilobayta keçəndə baxın 2-dən 2-yə keçmirsiniz. Bitdən sadəcə bayta keçirsiniz. Yəni biz bunu böləcəyik neçəyə? 8-ə. 2048-də 2 üstündə 11-dir. Bölürsünüz 2 üstündə 3-ə.
Buradan sizə nə qalır? 2 üstündə 8, yəni 256. Bunu tapdıqca bu da bizdə eləyibdir 256 kilobayt. 0.5 megabaytın, bu da 512 kilobaytdır. Ondan sonra 2 megabitim. 2 megabiti də keçirdək kilobayta. Baxın, kilobayta keçəndə M-dən K-ya, yəni megadan kiloya, bitdən də bayta keçməlisiniz. Yazıram bura 2. Megadan kiloya keçəndə 2 üstünə vurdunuz. Bitdən də bayta keçəndə böləsiz neçəyə? 2 üstündə 3-ə. Burada deməli 2 üstü neçə edəcək? 8, yəni ki 256. İndi bura qədər toplamadı, bura qədər toplamadı. Bu 256 kilobaytda çıxmışıq da çıxmadı. Bu 256 ilə bu 256-nı da aparsaq, 1024-ün də üstünə 512 gələndə neçə edir? 1024-ün üstünə 512 gələndə 6, 3, 5, 1, 1536 B variantı eləyəcək. Rum rəqəmlərindən ibarət ədədlərdən hansının yazılışı səhvdir? Deməli, Rum rəqəmlərində biz B-sən deyil. Gəlin baxaq da variantda uzamayacaq söhbət. Bu Rum rəqəmlərini əldə nəyə saxlayırlar bilmirəm. 100-dən 10 çıxdıq, deməli 90 buradır. Burada 1000-dən 500 çıxdı, ehtiyac yoxdur belə bir yazılışa. 500 ilə D də yaza bilərsən də. 1000-dən 500 çıxanda sənə verəcək 500. Həmçinin də ki, belə deyək də bu bizim tutalım ki, bir ədədimiz var ortada. Və bu tutaq ki, mənim ortadakı mövqeyidəki belə deyim də simvolumdur. Bu sola yazılanlar çıxmadı, sağa yazılanları isə toplayırıq, düzdür? Solda 1-i, 10-u və C-ni istifadə edə bilmərəm çıxmaq üçün. Burada görəm D var, getdi. Deməli, səhv demək. Çıxmaq üçün istifadə edə bilərəm. Deməli, burada da gəldik. D variantında görürsüz 5 var. Çıxmaq üçün istifadə edə bilmərəm. Bunlar əlbəttə çıxmaq üçün istifadə edə bildiklərimdir. Ona görə D variantını da götürürük. Burada 2 dənə variant olduq. 2 dəqiqə özüm dolaşdım. Deməli 90 bu elədir. Burada 1000-dən 500 çıxa bilmərəm. Yanlış istəyir də bizdən, düzdür? B variantı. Bu 9-dur bu heç. 1000-dən 5 çıxa bilmərəm. D variantı. Bu da 200-dür. Burada da bir problem yoxdur. 2 dənə variant var da beynindir. Deməli, çıxmaq üçün icazə olanlar 1, 10 və C-də. D ilə 5-i niyə çıxa bilmərsiniz? Yəni, məsəl üçün, sən 5-i tutal 10-un böyrünə yazsan, beləsin, sol tərəfinə yazsan. Bu onsuz da ki, sənə 5 verir də. 5-in özün belə təklikdə istifadə edə bilirsən də. Ona görə çıxmaq üçün olmaz bunlar istifadə etmək. Və yaxud da ki, 500-ü çıxmaq üçün istifadə edə bilmərik. Keçdik 69. Həmçinin sol tərəfə 2 dənə, sağ tərəfə də 3 dənə simvol yaza bilərsiniz. İfadəsinin nəticəsini 9-luq say sistemində müəyyən edin. 10-luğa keçirdək, hesablayaq. Oradan da gələk 9-luğa da. Başqa haqqı verməyə ehtiyac yoxdur. Deməli, 1 vurulsun 8 üstü 1 plus 2 də bu 10 eləyəcək. 10 bura eləyir. 10 bura eləyir. Burada neçə eləyir? 4, 3, 7 də bura eləyir. 17 deməli, 17, 70. 70-in də üstünə 10 gələndə 80. Burası vurma idi, burası çıxma idi. Yuxarıda gördünüz. Deməli 80. Ədədimiz 80-dir. Bunu da keçirdək. Nə eləyir? 9-luğa. Deməli 8 dəfə 72. Buradan da sizə qaldı 8. Bunun da əksinə düzəndilir 88 eləmiş oldu. Cavabımız olurdu A variantı. Onluq say sistemində verilmiş 63 ədədi 8-lik say sistemində hansı iki ədəd arasında yerləşir? 63-ü keçirilir 8-liyə. Deməli 7 dəfə 56. Buradan sizə neçə qaldı? Düzmü dedim? 70 ya da 77. Burada bizə neçə qaldı? 76 və 100. Mən özümü çaşdırdım. 77 aldınız, düzdür 8-likdə. Əvvəldəki ədədiniz sizin deməli 76-dır. Ondan sonra gələcək sizdən neçə? 100. Çünki 77-dən sonra artıq sizin əlinizdəki rəqəmlər bitibdir. Bu 7 sıfıra çevrilir, bu 7 də sıfıra çevrilir və 1 düşür qarşısına. 76 və 100 olacaq. Cavabımız C variantı. Demək 71-ci sualımız. Ötürmə sürəti 1536 bit bölü saniyə bağlantı ilə 1 dəqiqəyə hansı ölçülü faili göndərmək olar?
Deməli, sürətimiz bizim məlum, zamanımız məlum. Həcmi istəyir də bizdən. 1536 deyəsən 1.5 oxşuyur. 1.5 deyəsən. Nəysə yazaq. 1536 bit bölünsün saniyə vurulsun 1 dəqiqəmizdə bizdə 60 saniyədir. Bunu biz 1.5'dir mi? 1.5. Nəysə. 8-ə bölüb bayta çevirsək bu nağd məsələ yoxdur. Görürəm ki 30 bayt alınası deyil bu heç. Gəlin deməli kilobitlərə keçək. A variantlarına, A ilə D variantına baxaq görək hansı alınır. Deməli biz bitdəyik. Bitdən keçəcəyik kilobitə. Böləcəm neçə 2 üstündə 10-a, düzdürmü? 2 üstündə 10-a. 1536 1.5'dir. 1024 ilə gedəndə 1.5 qalacaq orada. 1.5 vurulsun 60. Bu da sizə neçə verəcək? 90 kilobit. Cavabımız olur A variantı. 48 müxtəlif simvolun hər birini kodlaşdırmaq üçün ən azı bizə neçə bit lazımdır? Bayaqki hansısa misalda dedik. 6 bit lazımdır bizə. Çünki 32-ni artıq aşmışıq 5 bitlə. 32 simvol kodlaşdıra bilərəm. 5 bəs eləmədi mənə. 6-nı götürməliyəm ki 6 çünki 2 üstü 6 64-də, yəni 48-i də kodlaşdırmaq üçün 6 bit mənə bəs eləyəcək minimum. Failin ASCII standartından başqa bir standarta keçirdikdə həcmin 4 dəfə azaldığı məlumdursa, həmin standartda simvol sayını müəyyən edin. ASCII-də bilirsiniz ki 8 bitdir. Başqa birinə keçibdir, müəyyən birinə keçibdir və 4 dəfə azalma baş veribdir. 4 dəfə azalma baş verməsi üçün, yəni 2 bitlik bir sistemə keçməliyəm də 8 mən 2-yə böləndə eləyəcək neçə 4. Yəni əvvəl belə deyək ki, simvol sayımız neçə isə 8-ə vurub hesabımızı eləyirik. İndi 2-yə vururuq da, yəni 4 dəfə burada azalma var. Nəsə, burada bir simvolun həcmi neçədir? 2 bitdir. Bizdən istəyir simvol sayını, həmin standartdakı simvol sayını. Bu da təbii ki 2 üstü 2 4 dənə simvol eləyəcək. Yəni bizdən n bərabər 2 üstü i düsturundan n-i tapmağımızı istəyir. Düstur öyrənmək yaxşı bir şey deyil, yəni dedim. Keçdik 74-də. İstifadəçilər kod hazırlamaq üçün İngilis əlifbasının ilk 4 simvolunun böyük və kiçik yazılışından, yəni 4 plus 4 8 dənə buradan var və onluq say sisteminin rəqəmlərindən istifadə edirlər. Bunu başa düşdünüz də, yəni 4 simvolun, yəni 4 dənə hərfin həm böyük, həm kiçik yazılışından da, yəni 8 burada müxtəlif vəziyyət var. Plus onluq say sistemi 18 müxtəlif vəziyyət oldu. 18 müxtəlif vəziyyəti kodlaşdırmaq üçün mənə 5 bit lazımdır təbii ki. Bu öz yerində. Sonra nə istəyir? Hər bir kod 10 simvoldan ibarətdir. 10 vurulsun 5, deməli 50 bit. Bir parolum 50 bitdir. 30 belə parol hazırlamaq üçün minimal neçə bit informasiya lazımdır? 50-ni də vurduq 30-a, elədi neçə? 1500 bit. A variant. 2, 4, 5 rəqəmlərindən neçə 4 rəqəmini tək ədəd düzəltmək olar? 4 rəqəmini tək deyir. Təbii ki, sonuncu mövqeyə yalnız 5-i qoya bilərsiniz. Hər hansısa bir başqa bir şərt qoymayıb sizdən çaşdırıcı vaxtınızı uzadacaq hər hansısa bir şərtimiz yoxdur. Deməli ona görə burada olacaq 2, 4, 5-in üçü də, burada olacaq 2, 4, 5-in üçü də, burada da 2, 4, 5-in üçü də olacaq. Yəni 3 vurulsun, 3 vurulsun, 3 vurulsun 1. Bu da sizə neçə verir? 27. Cavabımız C variantı. 99 ədədinin Rum rəqəmləri ilə yazılışını müəyyən edin. Deməli, burada hansıdır 99? Hə, baxın B variantı. Baxın 100-dən sol tərəfinə baxın 10-u çıxıb 90 alıb, düzdür? 100-ün sağ tərəfində nə var? Burada 9 var. 90-ın üstünə təzədən 9 gəlirsiz, neçə 99 eləmiş olur. Bu deməli sizdə olacaq 109. Bu deməli sizdə olacaq 90. Bu sizdə olacaq deməli. Bir dəqiqə. Hə. Burada indi bir məsələ var. Mən bayaqlarım, yoxsa mənim də yadımdan çıxıb orası. Bircə.
Nəsə yadıma bir şey düşmədi. Dam 99 verir. Yoxsa bu yazılış niyə olmaz? Birə də icazə yoxdur onda. Bu 100% düzdür B variantı, düzdürmü? Nəysə fikrim qarışdı, burada vaxt gedir. B variantı düzdür. B variantı düzdür. Qalanını özünüz baxarsınız. Cədvələ əsasən 5, çünki orada bəzi məqamlar var, onların çoxu yadımdan çıxıb istifadə olunmur deyə gərəksiz bir şeydir. Bir o yadımda ki, sol tərəfə 2, sağ tərəfə 3 dənəsi. Deməli 1, 10 və 100-ü çıxmağa icazə olmalıdır səhv eləmirəmsə. Onda burada D variantı da alınır axı. Nəysə B variantı 99-dur, nəsə keçdik onu. Cədvələ əsasən 5C simvollarının kodlarının 8-lik sayı sistemində cəmini tapın. Deməli 5 burada olacaq, deməli 4-ə düşəcək 52, 5-ə də düşəcək 53, düzdürmü? 53 gələk bura. Deməli B-yə düşəcək 98, C-yə də düşəcək 99 və salam. Kodların 8-lik sayı sistemində cəmini tapın. Onluq sayı sistemində siz bu ikisini toplasaq sizə verəcək 152. Bunu da keçirdək neçəyə? 8-lik sayı sistemində. Bir dəfə də 8-im deməli 72, buradan 9 dəfə 72 0 16 buradan sizə qaldı neçə 3. Bunu da tərsinə düzəndə 230. Cavabımız B variantı. Numan parkda quşların səsinə qulaq asır. Numan informasiyanı hansı formada qəbul edir? İnformasiyanın formaları analog və yaxud da rəqəmsal. Rəqəmsal diskret də deyirik və yaxud da kəsilən də deyirik. Numan adam adı ilk dəfə də eşitdim. Nəysə, burada belə deyək də, təbiətdə olan hər hansısa bir informasiyanı qəbul edirsiniz, söhbət edirsiniz bir-birinizdən və s. Həmin zaman analog informasiya forması mövcuddur. Yəni kəsilməz informasiya da deyə bilərik biz buna. 79 260 səhifədən ibarət faylın ilk 4 səhifəsinə 600 rəng sıralarında kodlaşdırılmış. 600 rəng sıralarıdsa burada 10 bitdən söhbət gedir. Çünki artıq 512, yəni 209-u aşmısınız siz, sizə 9 bit bəs eləmir. Düzdürmü? 4 dənə də dedi ilk 4 səhifəsində 200-dür. 2 vurulsun 10 bit, vurulsun 256 bizdə 208-də vurulsun 207-yə. Cavabı nəylə istəyib? Cavabı nəyinəsə istəməyib, amma variantlar kilobaytdadır, ona görə bunda kilobayta çevirək. Bölək 2 üstündən neçəyə? 13-ə. 13-ə böləndə deməli, bura ilə bura getsə, buranı yapardıq, nəysə eyb yoxdur. Deməli, 10 vurulsun, burada bizə neçə qaldı? 207-də, 207. Düzmü vurdum mən? 213, o da oradan gedəndə 204-əyə. 204. Bu da bizə neçə edəcək? 160. 160 kilobayt budur. Nə vururam hemen. 160 kilobayt budur. İndi mənim əlimdə nə qaldı? 4 səhifə buradan çıxdıq. Mənim burada əlimdə qaldı 256 səhifə, düzdür? 256 səhifədə yəni 208 vurulsun. 16 sətir 200 yəni 4-ə vurulsun. 32 simvol yəni 205-ə. ASCII-dədir, yəni 1 baytla hesablayasınız, yəni yazmasanız da olar, bir problem yoxdur. Baytdan da kilobayta keçəndə 210-a böləcəyik. Bunlar da deməli ixtisar getsə buradan sizə qalacaq 207, yəni 128. İndi 128 bu, 160 da bu 8, 8, bu da 2, 288 cavabımız oldu. D variantı. RGB standartında hazırlanmış qrafik informasiyanın eni 3 dəfə azaldılıb, uzunluğu isə 9 dəfə artırıldıqdan sonra CMYK standartında kodlaşdırıldı. Qrafik informasiyanın həcmi necə dəyişdi? 4 dəfə artacaq da. Baxın. X sayda simvol var, bilmirəm nədir. B-sinə də yazaq da. Vurulsun A, vurulsun B, düzdür, tərəflərin eyni uzunluğu, düzdürmü? Ondan sonra və vurulsun nəyə? 3 bayta.
Növbəti də bu birinci mərhələdir. İkinci mərhələdə x vurulsun. Deməli 3 dəfə azaldıblar. Düzdürmü? 3 dəfə azaldıblarsa gəlin buranı a edək. Bunu 3 edək. Rahat şəkildə işimizi görək. Yəni əvvəlcə 3 olub, 3 dəfə azaltmışam, indi a olubdu. Vurulsun 9 dəfə artım var. B-ni də 9 dəfə artıraq. Vurulsun SMK-da deməli 4 bayta. Bu da bu şəkildə. İkinci də belədir. İndi buradan da ki sizin hansıda görürsünüz ki, bax bu əvvəlki. Baxın x vurulsun. Bu 3 ilə sonsuz sizə 9 verir. X vurulsun 9 AB var da bu yuxarıda görürsünüz. Burada da x vurulsun 9 AB var da, düzdürmü? Və yaxud da belə apara da bilərsiniz də, fərqi yoxdur. A-lar getdi. Deməli B-lər getdi. Burada 3 ilə 3 9 idi, getdi, bu da getdi. Bir də əlinizdə 4 bayt qalır sizdə. Yəni 4 qalacaq. Bu da 4 dəfə artmayacaq. Və yaxud da ki bu yuxarıdakına baxırsınız ki, görürsünüz sizdə burada 9 vurulsun x AB'dir. Aşağıdakı da 9 vurulsun AB'dir. Yəni bu eyni şeydir. Əvvəlki buymuş. İndiki də budur. 4-ə vurulmuş halda. 4 dəfə artan var. Qovluqda SMK standartında hazırlanmış 1024 ölçülü qrafik təsvirlər var. Qovluğun həcmi 128 MB olarsa təsvirlərin sayını müəyyən edin. Deməli baxaq ki 128 207 düzdürmü? Megabaytdan gəlin bayta keçək. Megabaytdan bayta vuraq bunu 220-yə. Bunu da bölək nəyə? SMK deməli 4 bayt idi. 202 yazaq onu. 202 vurulsun. 1024 vurulsun 209, yəni 219 da, düzdürmü? Əla, vəsə. Yəni ki, bax, bilmirəm, deyəsən sürətli gəlim. Deməli 4 bayt vurulsun. X sayda bizdə piksel var. X sayda nə idi? 219 sayda bizdə piksel var. Burada müəyyən bir həcm almışıq da, bərabər x-ə hər nəyəsə. Və bunu da qovluğun içərisində yerləşdirmişik bu x-ləri, çoxlu x-lərdə cavab hər nədirsə də 221 və 128 MB olub. Mən 128-i təzədən onsuz da qayıdıb böləcəm də, buna görüm içəridəki say neçədir. Mən də ona görə 11 başa yazdım da. 128 207-dir, vurulsun 220-yə, yəni mən bayta gəldim. Çünki SMK-nı baytla hesablayacağam. Yazıram 202 bayt, yəni 4 baytın əvəzinə yazmışam. Vurulsun 219, yəni bu piksellərin sayına. Və salam, buradan da deməli 221 də bu getsin, bu da getsin. Buradan sizə qalsın 2 üstündə 6. O da neçə edəcək? 64. Cavabımız A variantı. Davam eləyək. Burada nə istəyir? 128 simvollu əlifba ilə kodlaşdırılmış, yəni 7 bitlə kodlaşdırılmış. Ümumilikdə 50 simvol, 50 müxtəlif simvoldan ibarət. Mətin ümumilikdə 50 simvoldan ibarətdir. Bunu da deməli 50-yə vursaq, bu bizdə yeyəcək 350 bit. Düzdür? Əgər mətni mümkün ən kiçik əlifbada kodlaşdırsaq, həcmi necə dəyişir? Ən kiçik əlifbada kodlaşdırsaq artıq 32-ni aşıb 64-ə doğru gedirik də, biz 32-ni aşmışıq, 5 bitdir bu. 5 bəts eləmir, deməli biz 6 bit lazımdır. 6 bitlə kodlaşdırsaq 6 dəfə 50 bizə 300 verəcək. Deməli əvvəlki 350 idi, indiki 300-də 50 bit azalma baş verəcək, Y variantı. 16-lıq say sistemində yazılmış ki, CD ədədini 8-lik say sistemində ifadə edin. 8-lik say sisteminə keçmək üçün siz bunu 2-liyə keçirdib, oradan da 8-liyə gəlməlisiniz. 16-lıqdan deməli 2-lik say sistemi keçmək üçün 8-4-2-1 qaydasından istifadə edəcəyik. Hər bir rəqəmi biz 8-4-2-1-in hansıların cəmindən ala bilərik? 2-ni onsuz da ki, buradan 2-dən ala bilərsiniz, bir problem yoxdur. 2-nin mövqeyinə neçə qoyuram? 1 qoyuram. Sol tərəfdəki sıfırların bir mənası yoxdur. Sağ tərəfinə bu 1-in yerinə 0 yazıram. Bu getdi. Gəldik C-yə. C bizdə neçədir? 12. 12-ni ala biləcəm təbii ki 8-lə 4-ün cəmindən. Ona görə 8-in yerinə 1, 4-ün yerinə 1, 0, 2 ilə 1-in yerinə isə 0 qoyacam. Yəni o həmin ədədi gətirib bura köçürdürəm. Bu da belə. İndi buranı təmizləyim. Keçək növbətiyə. D bizdə neçədir? 13-dür. 13 almaq üçün 8, 4 və 1-dən istifadə edirəm. 2-nin də yerinə 0 qoyuram. 1, 1, 0, 1. Gəldik 2-liyə keçdik. Düzdür, bu bizim 2-likdəki qarşılığımızdır. İndi 8-liyə keçmək üçün bunu sağdan 3-3 ayırıram. 3 ayıranda və bu 1 olduğu kimi qalır burada 1. Bu dəfə elə bir ki 4-2-1 qaydamızla da. Bu 1-lər düşür 2 ilə 1-in altına. Toplayanda bizə 3 verir. Bu 1 düşür elə 1-in altına 1 verir. Bu 1-lər də düşür 4 ilə 1-in altına və cəmi bizə 5 verir. Cavabımız 1, 3, 1, 5. 8-lik say sistemində.
84. Qovluq daxilində deməli 16 alt qovluq və hər alt qovluqda 16 qrafik təsvir var. Qrafik təsvirlərin hər birinin RGB standartında kodlaşdırıldığı və ölçüləri 1024/512 olduğu məlumdursa, qovluqdakı qrafik təsvirlərin ümumi həcmini tapın. Tapın, amma nə ilə tapın verilməyib də. Nə ilə tapın verməyib. Kilobaytla tapaq, bitdə saxlayaq, nə qaraq, neyniyək? Deməli, heç düzlər verməyib, yəni kim hansında dayanır dayansın. Düz götürəcəyik dayanılmayanı. Amma verilsə yaxşı olar. Deməli, 16 alt qovluq var, hərəsində də 16 qrafik təsvir var. 16 vurulsun 16, 256, yəni 208 dənə şəkil var. Vurulsun RGB-də 3 bayta, vurulsun 219-a da, yəni baxın bu. Nüfuzda bu bizim cavabımız da hal-hazırda baytla cavab. İstəsəz bunu çevirə bilərsiniz kilobayta və yaxud da megabayta. Megabayta rahat şəkildə gedə bilirik də. Bölərəm bunu 2 üstündə 20-yə. 2 üstündə 20-yə böləndə bizə burada neçə qalır? İxtisarlarımız getsə 3 vurulsun 2 üstündə 7 qalacaq da. Düzmü elədim? Hə, 2 üstündə 7. Bu da 128 vurulsun 3, 384 megabayt. Yəni dediyim kimi də hansı vahiddə istəsəz dayana bilərsiniz. Çünki sizdən vahidi hansı vahiddə verməyinizi istəmir. 8-lik say sistemində verilmiş 124/275 ifadəsinin nəticəsini 8-lik say sistemində müəyyən edin. 124/275. 5-in üstünə 4 gəldi, sizdə 9 elədi. 9 8-lik say sisteminin içərisində yoxdur. Ona görə 9-dan bir dənə 801 biz çıxırıq. Yəni 801-in birini çıxırıq. İndi çıxanda sizlərinizdə neçə qalır? 1 qalır. Onu qeyd elədik biz burada. Və çıxma əməliyyatı bir dənə 8 çıxmışdıq, 1 yaddadır. 2-nin üstünə 7 gəldik, 9, yadda qalan 1 10, 10-dan 8 çıxdınız 2, 1 yenə sizdə yaddadır. 1-in üstünə 2 gəldiniz 3, yadda qalan 1 də gəldiniz, onun üzərinə 4 eləmiş oldu. 421 indeksinə də 8-imizi yazırıq. İnformasiya emalına aid deyil, kodlaşdırma aiddir, çeşidləmə aiddir, axtarış aiddir. Toplama və ötürmə bu elə proseslərin digərləridir. Bir də bizdə nə var idi? Saxlama var. 2, 5, 86-cı sualımızın cavabı olmuş olacaq. 87. Fərqli say sistemlərində verilmiş ifadəsinin nəticəsini onluq say sisteminə görə uyğunlaşdırın. Deməli, hə, solda say sistemlərini verib, sağda isə nəticələrdir. Yəni, məsəl üçün belə də 12, 4, plus 23, 4, 12, 6, plus 23, daha doğrusu 2, 3, 6, nəsə də belə şeylər. 8, plus 2, 3, 8, baxın belə. Deməli, 4 plus 2, 6 budur. 11 də budur. 17 sizdə bu elədir. Bir dənəsində lap gəlin göstərək. 0, 1, 0, 1 nömrələdiniz. 1 vurulsun 4 üstü 1, plus 2 vurulsun 4 üstü 0. Burada da 2 vurulsun 4 üstü 1, plus 4, 3 vurulsun 4 üstü 0. Deməli, 1-ə getdi 17, yəni B variantı. Deməli, burada 6, 2, 8. Burada da deməli 15. Burada sizdə neçələdir? 23. 23 deməli 2 də getdi D variantı. Burada deməli 8, 2, 10. Burada da 19. Bu da sizə neçə verdi? 29. 2 də getdi nə? C variantı. 88. SMYK standartında hazırlanmış qrafik faili 1 megabit bölünsün saniyə sürətlə 32 saniyəyə göndərdilər. Bu qrafik failin piksel sayı qədər simvoldan ibarət olan və 16 simvolla qiyafada hazırlanmış failin yaddaşda tutduğu həcmi kilobayt, neçə kilobayt olar? Deməli, SMYK-da baxın 4 vurulsun, piksel sayını bilmirəm, x-dir, düzdürmü? Bərabər eyibdir həcmədə. Bu həcmdə siz bilirsiniz ki, sürət vurulsun zamandır da, düzdür? Yəni bu 1 vurulsun 32 var. Bunu bölüb 4-ə siz piksel sayını alasınız da, düzdürmü? Gəlin bunu da birbaşa yazaq da. Deməli, 1 vurulsun 2 üstü 5. Düzdür, bölünsün nəyə? SMYK-da 4-ə, yəni 2 üstündə 2-yə.
İndi bir məsələ var da. Bu 202 baytdadır, yuxarıdakı megabitdədir. Megabitdədir. Bunları da gəlin eyni vahiddə gətirək. Eee İkisini də aparaq bitə. Bunu vuraq 2 üstündə 3-ə, bunu da vuraq 2 üstündə. Bunu vuraq deməli 2 üstündə 3-ə. Eee nə yazırdım mən bu arada? Hə, megabitdən bitə. Bunu da vuracağıq 2 üstündə 23-ə. Ondan sonra nə istəyir? Bu bizim nöqtə sayımız, düzdürmü? Bu qalsın belə hələ ki ixtisar falan aparmıram. Deyir ki, həmin qədər piksel sayı olan ibarət olan nəsə mətin 16 simvolluq əlifbada hazırlanmış failin yaddaşda tutduğu. 16 simvollu əlifba deyirsə, 16 simvolluq əlifbada da bir simvolumuz bizdə 4 bitdə, yəni 2 üstü 2-yə vuracam. Bu da belə. Ondan sonra nə edək biz? Sözdə həcmi kilobaytla istəyir. Bir dəfə də bölək niyə? 2 üstündə 10-ça. Çünki bu cavab hal-hazırda bizdə bitmədi. Burada nələr oldu? 2 üstü 18-dir bu. Bu getdi. Yuxarıda nə var? 2 üstü 30. 2 üstü 30 da getdi. Buradan bizə neçə qaldı? 2 üstündə 12. Çox nəsə böyük ədəd aldım yəni. Düzmü hesapladım? Evlarda səhv getdimi? Bircə dəqiqə, bircə dəqiqə bir də yazaq. Deməli, 1 megabit vurulsun 32 saniyə, yəni 2 üstü 5. Düzdürmü? Megabitdədir bu. Megabitdən keç. Ayda. Qaytaraqmı? Nəysə qaytarmayaq. Təzədən yazaq. Orada 223-ə vurmuşam. Yadıma düşdü da səhv eləmişəm. 223-ə vurmuşam. Baxın burada. Hadi qaytaraq da elə bircə dəqiqə. Ha, 220 yox, 220. Deməli, burada 218 bizdə getdi. Burada da bizdə 2 üstündə neçə var? 27 var. Getdi. Buradan bizə neçə qaldı? 2 üstündə 9 qaldı. O da bərabər elə neçəyə? 512-yə. Diqqətli olmaq lazımdır. Diqqətli. Son 2 dənə sualımız. Həcmi 20 megabayt olan qovluqdan hər biri 4 megabayt olan 3 qrafik fail. 3 dəfə 4-ümüz yəni 12 megabayt. Hər biri 512 kilobayt olan 5 ədəd mətin faylı. Deməli bu da nə qədər? 0.5 megabaytdır, düzdürmü bu? 5-ə dövrəndə 2.5. 2.5 megabayt da buradan bu elədi. Hər biri 1024 kilobit olan 4 səs faylı. 1024 kilobitdən də keçək nə? Megabayta. Deməli 210 kilobitdən megabayta keçəcək. Kilobitdən megabayta keçəndə kilodan megaya böləcəyik 2 üstündə 10-a. Bitdən də bayta böləcəyik 2 üstündə 3-ə və vurulsun 4 dənə də düzdürmü 2 üstündə 2-yə. Bu da bərabərdir neçə yer? Bundan bu gedəndə burada qalacaq 2-də 1, yəni 0.5 megabayt. 0.5 megabayt da budur. Bunları neyləmişik? Silmişik. Gəlin bununla da bunu toplayaq. 3 megabayt. Təzədən də 12 ilə də toplayanda bu 3-ü 15 megabayt silmişim. 15 megabayt silmişəmsə 20-dən 15-in çıxanda yerdə bizdə nə qalacaq? 5 megabaytımız qalıb. Düzdür, 5 megabaytımız. İndi deyir, daha sonra bu qovluğa hər biri x megabayt olan 4 video fail yazdılar. Qovluğun son həcmi 29 megabayt oldu. Bir video failin həcmini tapın. Yəni 5-in də üstünə mən gəlsəm. Təmizləyək belə. 5-in də üzərinə mən gəlsəm 4x bərabər edəcək neçə? 29-a. Buradan 4x bərabərdir 24-ə. X də bərabər neçə? 6-ya. 6 dənə. Daha doğrusu bir video failin həcmi 6 megabayt olmuş olacaq. Onluq say sistemində verilmiş 36-nın kvadratı ədədin müxtəsər vurma üstündən istifadə edərək kişilik say sistemində ifadə edim. 36-nı yazaq 2 üstü 5 plus 2 üstü 2 kimi. Düzdürmü? 32 plus düzmü yazdım? Hə, 32 plus 4 kimi. Bunun da kvadratı bərabərdir. Birincinin kvadratı müxtəsər vurma üstü ilə atsaq 2 üstü 10 plus hasillərin 2 misli 2 üstü 8 plus ikincinin kvadratı, o da 2 üstündə 4.
bərabərdir. 2 üstü 10-dan 1 dənədir. 2 üstü 9 yoxdur. 2 üstü 8-dən 1 dənə. 7 yoxdur. 6 yoxdur. 5 yoxdur. 4-dən 1 dənədir. 3 yoxdur. 2 yoxdur. 1 yoxdur. 0 da yoxdur. İkilik say sistemində. Ədədimiz nədir? Baxın bu. Belə, izlədiyiniz üçün təşəkkürlər. Biraz çox sürətli getdim. Ola bilər ki, yeni baxanlar üçün çətin görsənə bilər, amma dərsi oxumamış buna gəlib baxmayın da, yəni sınağa baxmayın. Sınaq nə üçündür? Hazırsız getmisiniz sınağa. Ola bilər kimsə getməyib də indi baxır, problem yoxdur. Amma yenə də yəni hazırsız sonra işləməlisiniz. Burada durub dərsi sıfırdan izah eləmək kimi bir şansımız yoxdur da bizim. Durub onda hər sualın üstündə izah nə qədər vaxt gedər. Belə izlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videomu bəyənməyi unutmayın. Ümid edirəm hər bir kəsdə yüksək nəticələr olmuşdur. Çünki evdə çətin sınaq deyildi. Hələlik.